İstəyirəm bu yaxınlarda 3-cü dükanı da açım, çağıracam İnşallah. uşaqları, yığışarsın. İnşallah. Allah xeyirli eləsin. Allah bərəkətli. Çox sağ ol. Dəniz istəyirəm. Ha, bax. Xəqani möminlərdən bir ailə ehtiyaclı deyə gör, köməkli eləyə bilərsiniz. Ay, yaxşı, inşallah mən atacam karta. Sənin kartın var məndə. Görüm bir-iki nəfərdən də soruşum. Yığa bilsəm onlardan da atacam inşallah. Kim idi o Xəqani? Yaxın qardaşı deyil, mömin birinin ehtiyacı var. Pul lazımdır, pul yığırıq. Sən nəysə gücün çatar verməyə. Yox, mənlik də elə belə söhbətdə. Məsləhət ostalla özü verər buna. Məsləhət deyir ki, vermirdi ona. Bax, mənə məsləhətli verib. Ona məsləhət deyir ki, vermir. Sən necə müsəlmansan? Niyə kimi Quran oxumusan sən? Niyə oxumamışam? Allah Quranda buyurur ki, sizə verilən ruzilər təkcə sizin deyil, başqa ehtiyacı olanların da payı var o ruzidə. Mən 10 dəfə Quran oxuyub qurtarmışam, hələ ayəyə rastlamamışam heç vaxt. Başa düşmürsən axı, boş-boş oxuyursan sən onu. Məaric 24-25-i oxu, görəcəksən. Quranla yanaşı məsumlarımız da buyurub hədislərdə ki, yedirtmək yeməkdən, geyindirmək geyinməkdən gözəl və ləzzətlidir. Sən isə deyirsən ki, Allah nəsib bilsəydi ona qismət eləyərdi, ona verərdi, mənə verməzdi. وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ لِلسَّائِلِ وَالْمَحْرُومِ